Bakıda Avropa və MDB poçt liderlərinin birinci forumu da başlayır. Növbəti üfüqlər, gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası mövzusuna həsr olunan forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirak edir. Əməkdaşımız Orxan Qayıbov tədbiri işıqlandıran jurnalistlər sırasındadır. Son məlumatları birbaşa bağlantıda çatdıracaq. Orxan, buyurun, söz sizdədir. Bir neçə dəqiqədən sonra Bakıda MDB və Avropa poçt liderlərinin birinci forumuna start veriləcək. Mən istəyirəm ki, forumun keçiriləcəyi zalda aparılan hazırlıq işləri ilə sizi yaxından tanış edim. Eləcə də forum haqqında qısaca məlumatı sizin diqqətinizə təqdim edim. Belə ki, hazırlıq işləri artıq demək olar ki, yekunlaşıb, qonaqlar artıq öz yerlərini alırlar. Zalın arxa hissəsində kameralar quraşdırılır, tərcüməçilər üçün kabinlər də mövcuddur. Sol tərəfdə isə bildiyimiz kimi səhnədir və o səhnədən bugün növbəti üfüqlər, gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası mövzusuna həsr olunan forum keçiriləcək. 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi bu forumda iştirak edəcək. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri, ticarət və texnologiya şirkətlərinin yüksək vəzifəli nümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər yer alacaq. Forumun əsas məqsədi regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək. Gündəliyə poçt şəbəkələrində elektron ticarətin artan rolu, rəqəmsal transformasiya, davamlı logistika təcrübələrinin tətbiqi, poçt əməliyyatlarında inam və təhlükəsizliyin qorunması üçün kiber təhlükəsizliyin əhəmiyyətinin artırılması kimi aktual mövzular daxildir. Gün ərzində bu forumda əsas tezisləri və əsas məqamları sizin diqqətinizə çatdıracağıq. Hələlik isə məndən bu qədər. Buyurun, söz sizdədir. Təşəkkür edirik. Forumun işində uğurlar arzulayırıq və qeyd edək ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Orxan Qayıbov idi.